Önür saxla. Pişirən çoxdur, amma danışan yoxdur. Getdik. Sonra Masa arxasına. Salam. Masa arxasına xoş gəldiniz. Sizinlə yenə də mən şef Rüstəm Namazlı mən şef Elnur Eyvazov. və bugünkü qonağımız şef Fredi Mirzəyevdir. Fredi, xoş gəlmisən. Xoş gününüz olsun. Salamlayıram sizi. Sizə uğurlar arzu edirəm. Yəni cidden bu proyekt o qədər gözəl proyektdir ki, bu gün ad günümü sizlə keçirmək istədim. Və sənə də adıcı münasibətlə təbrik edirik. Çox sağ olun. Sənə uzun ömür, can sağlığı, yeni yaşında sənə uğurlu bir karyeranın davamını diləyirik. Yaxşı olar inşallah. Olacaq. İnşallah. Bu axıra tortu bir dənə şeyləri soxarıq, bu kadra gedər. Fredi, sənə ilk sualımız budur. Şefin işi nədən ibarətdir? Şefin işi, bu çox gözəl bir sualdır. Standartlara uyğun olaraq şefin işi komandası ilə məşğul olmalıdır. İnversiyasiya ilə məşğul olmalıdır, texnologik karta ilə məşğul olmalıdır. Amma biz çox təəssüflər olsun ki, standartlara uyğun işləmirik. Adi məsəl bir dənə xırda bir məsəl çəkimdə sizə. Məsəl üçün siz texnologik karta, mən şef power olaraq tex karta yazıram, verirəm və çox vaxt müdiriyyət məndən tələb edir ki, mən onun kalkulyasiyasını da çıxardım. Kalkulyasiya işinə zəhmət olmasa bunu hamı bir dəfəlik yadında saxlasın ki, kalkulyasiya işinə şef power baxmır. Hər bir restoranda kalkulyator olmalıdır. Yəni kalkulyator nə işinə baxır? Şef power nə işinə baxır? Şef power texnologik kartanı verir, qramajları verir, at kodunu verir və kalkulyator oradan onun at kodunu və faizini çıxardır və ortaya qiymət çıxardır. Amma bunu şeflərdən tələb edirlər. Yəni mən bu işi bilirəmsə mən niyə şef poweram? Görürəm bu xalçer işləyərəm də rahatda. Yəni mən niyə bütün günü özümə əziyyətə verim? Məsəl üçün, yəni çox adam da elə bilir ki, bu aşpaz işi nə deyir, formanı geyindin, hazırladın, şefsən, belə deyil. Yəni hamımız, yəni siz də şefsiz də bu yolu gəlmək üçün biz çox yollara addım atmışıq, çox çətinliklərə düşmüşük, qalxmışıq. Yəni bunu başa sala bilmirəm. Bir söz var, avazın yaxşı gəlir, oxudun Quran olsun. Azərbaycanda hələ də bir sexdə, 2-3 sexdə bir işçi işlədirlər. Bir adam çağırırlar, adama həm xalodnu, həm qaryaçi, kababçı, Asimonok mövzumuz var da bizim. Yəni Azərbaycanda hələ də ki aşpazları Asimonok zənn edirlər. Fredi, sənə bir sual da vermək istəyirəm. Menyu yazarkən nələrə diqqət etməliyik? Baxın, bu elə bir incə bir nüansdır ki, menyu yazanda mən şəxsən özümdən götürürəm də, mənim öz iş strategiyam budur. Mən restoranın lokasiyasına da baxıram, restoranın dizaynına da baxıram. Ümumiyyətlə ora gələcək müştərilərin belə bir cibinə də baxmalısan. Yəni mən ora Wagyu yaza bilmərəm. Məsəl üçün Wagyu steak yaza bilmərəm. Çünki mən bilirəm ki, bugünkü gün Azərbaycanda haçana qədər bu çörəkdən əl çəkilməyəcək. Yəni bu çörək yeyilməyəcək. Ona qədər bu sistemə gəlib çıxa bilməyəcək. Məsəl üçün mən şəxsən girirəm ilk öncə produktlar və ən sevdiyim də nədir? Fərqli dadları bir-birinə qatıb bir dad çıxartmaqdır. İndi mənlə işlədiyim restoranlarda da olub ki, məsəl üçün sevirəm ki, oxşarlıq bir şeylər olmasın da. Hərəsi fərqli, qarnirini tam fərqli eləyirəm. Ana yeməyi tam fərqli eləyirəm, sousları tam fərqli, hərəsindən bir dad. Mən istəyirəm ki, bir yeməkdə 3 dad olsun və 3 dad da bir-birinə məsələn balanslı olsun. Yəni bu cəhətdən çox sevirəm bu işi. Yaradıcı bir işdir bu. Yəni burada yaratmaq lazımdır. Menyu hazırlarkən eyni vaxtda da bunlara diqqət edirik, hansı ki yeməyin hazırlanma vaxtı, yeməyin hazırlanma rahatlığı, hansı ki komanda üçün. Burada mənim üçün əsl nüans nədir? Komandan olmalıdır. Məsəl üçün belə bir şey vurğuladınız bayaq ki, çox restoranlarda bir işçini, yəni işə götürəndə elan paylaşılır. Universal aşpaz. Belə bir şey yoxdur. Azərbaycanda var. O düzdür, burada var. Amma olmamalıdır. Universal aşpaz bu isti bölümü də bilər, soyuq bölümü də bilər, grill də bilər, kebab bilər. Amma bir işçi bir pozisiyaya gələndə, yəni bu insan ya soyuq bölümdə işləməlidir, ya isti bölümdə işləməlidir. Məsəl üçün mən komanda yaranda nə edirəm? Mən həmişə komandamı şef de parti, junior şef, komis. Yəni hər bölümə belə götürürəm. Və birinci növbədə məsəl üçün mənim restoranımın açılışına 15-20 gün qalıb. Mən hər 5 gündə bir pozisiyanı məşq edirəm, göstərirəm, tex kartaları verirəm və ona görə məndə məsəl üçün problem yaşanmır. Yəni Allah'a şükür bu günə qədər o problemi yaşamamışam. Amma yəni rahatlıq və çətinlik olsun və ən əsas bir şey nədir? Mezanplas. Mezanplasın olduğu müddətcə sənin məncə heç bir aşpaz çətinlik çəkməz işində. Yəni mezanplas əlində hazır olur və sən rahat işləyirsən. Fredi, qadın şeflərə münasibətin necədir? Qadın şeflərə münasibətim.
ümumiyyətlə mənim komandamda qadın aşpaz yoxdur. Nəyə görə yoxdur? Bunun da açıqlamasını verelim. Söhbət ondan getmir. Onlar kişilərdən daha pis bişirirlər və yaxud da yox. Xeyr, buna görə deyil. Ümumiyyətlə mətbəx çox gərgin bir yerdir. Yəni ara sıra mətbəxdə, yəni qıraqdan etika görsənə bilər, etikadan çıxırsan. Mən sırf ona görə məsəl üçün qadın işçiliyinə işləmirəm. Yəni belə bir nüanslar var və restorandan restorana da asılı olan bir şeydir. Elə bir restoran var, məsəl üçün restobarlarda. Restobarlarda qadın işçi ilə işləmək o qədər də uyğun bir deyil. Çünki nəyə görə sənin işin başlayır saat 7-dən sonra və 3 saat ərzində böyük bir zaparı keçirirsən və o zaparada çox vaxt qadın işçi tab gətirmir. Ya əsəb, stres, çox vaxt özünü kontrol edə bilmir. Amma belə yəni heç bir pretenziya yoxdur. Yəni hörmətlə yanaşıram bütün qadın aşpazlarımıza. Əslində mən də bir əks fikir səsləndirmək istəyirəm. Bax, mənim komandamda hər zaman xanım işçilər mütləq olur. Nə üçün? Birinci o dediyimiz etikanı mətbəx pozmasın deyə. Çünki biz bir iş şəraitindəyik, bir işlə məşğuluq. Məcbur deyil də, yəni o stressdə söyüş-söyək, məcbur deyil o stressdə kobudlaşaq, ehtiyac deyil. Və buna görə sırf həmişə xanımlarla işləyirəm və xanımlarda bir nüans var, hansı kişilərdə bu yoxdur, incəlik. Bir şefi, biz sənət nümayiş etdirik, bizim bir incəliyimiz var, bir toxunuşumuz var, amma xanımların yanaşma incəliyi var. Hansı ki, məsələn, biz kişilər işə gedəndə pul qazanmaq. Birinci nüans, birinci fikir evdən çıxanda axşam gedək, pul üçün mən ora gedirəm. Yəni əksəriyyət bunu elə kimsə deyir ki, aşpazlıq, sənət, mən yox, sənət deyil. Hə, sənətdir, amma 90% insan üçün aşpazlıq sadəcə bir işdən ibarətdir. Şeflər üçün bəli, sənətdir. Ona görə xanım işçilərlə işləmək mənə görə çox üstünlükləri var. Həm də bəzi misal üçün bölümlər var ki, qutabçı kişi tapa bilmərsən. Təndirçi kişi tapa bilmərsən. Soyuq bölümün əksəriyyəti xanımlardır. Çünki o bölümlər həqiqətən həm çətin bölümlərdir və soyuq bölüm incə bir bölümdür. İndi bu bir dənə bir şey mən əlavə edeyim. Burada xırda nüans bilirsiniz nədədir? Məsəl üçün mən işləyəndə indi yəqin ki çox insan milli mətbəxlə işləyir də. Mən sırf modelin Evro mətbəxi. Evro mətbəx deyilən ümumiyyətlə bir şey yoxdur da. Yəni o budaqlardır. Məsəl üçün İtalyan, fransız, İspan fərq eləmir. Bir mətbəxin birləşməsindən o Evro mətbəx. Azərbaycanda bu gedir, Evro mətbəx. Evro mətbəx deyilən bir şey yoxdur. Bu hansısa bir mətbəx olmalıdır. Ya fransız mətbəx olmalıdır, ya İtalyan mətbəx olmalıdır. Məsəl üçün çox vaxt mən собеседование gələn xanımlara ilk sual verəndə nə bacarırsınız? Mənə cavab verir ki, mimoza, paytaxt salatı falan filan bunlar. Yəni bunun da səbəbi bilirsiniz nədən gəlir? Bu qadınları imkan vermirlər çox da qabağa getməyə. Aqraniçeniya deyilən bir şey var da, ya həyat yoldaşları tərəfindən olur, məsəl üçün, ya və yaxud da nəsə düşünürlər ki, zəifdir, bacarmaz. Amma mən məncə düşünürəm ki, yəni ki bunu izləyən insanlar düşünərlər bunu. Bu bir sənətdir. İmkan yaratsınlar ki, onlar da özlərini bir kişi şeflər kimi də qabağa verə bilsinlər və inanıram ki, daha da çox alınarlar. Azərbaycanda tanıdığım xanım şefləri var və işində həqiqətən bacarırlar da. Düzdür, barmaq sayını keçməyəcəyi qədərdir, amma var. Zaten Azərbaycanda yaxşı şef sayda da barmaq qədərdir, artığı deyil. Bəli, mən razıyam. Mən də razıyam. Azərbaycanda molekulyarı qonaq başa düşərsənsə. Bax, adi rukoladan misal çəkirsən, bizdə hələ rukolanın özü belə bir formalaşmayıb. Yəni rukolanı çox adam bu nədir bəyənmir, dalı qaytarırlar. Dadı acıdır, filandır. Çünki onu bilmirlər nə olan şeydir. Baxın, burada incəliklər var da. Məsələn, biz aşpazıq, biz buna rahat belə danışa bilərik. Cırırıq özümüz ki, yox, gətirin bunu eləməliyik. Yox, bu əslində belə deyil. Yəni deyirəm, Hasana kimi biz təndir çörəyindən, zavod çörəyindən əl çəkməyəcəyik. O vaxta qədər Azərbaycanda nə Michelin olacaq, nə də ki molekulyar mətbəx olacaq. Təndir çörəyi forever. Yox, mən də okeyəm. Mən özüm yəni bir dənə təndir çörəyini pendirlə parçalayan adamam. Baxmayın, bu qədər döyməm var mənim. Yəni bu döymələr o demək deyil, mən təndir çörəyi sevmirəm. Mən sənət tərəfdən deyirəm ki, yəni cidden biz çörəkdən əl çəkə bilmirik. Adi bir dənə bir şey deyim. Bax, hansınız razı olarsınız? Bax, tutaq ki, getmişik Michelin restoranına, qabağımıza gətiriblər əziyyətlə qoyulsun bu yemək və belə bir şey deyəcəm sizə. Tutaq ki, 150 euro, 300 manat. Biz 300 manata 20 nəfər gedib oturub, yəni yeyib içirik, hərəm orada paketli eləyirik. Plus axırda 5 manatda servis buraxırsan da. Yəni sən 300 manata bunu verən olmayacaq. Çünki bunu cidden biz bunu millətə belə pis çıxmasın da. Yəni görənlər olub. Yəni görməyən insanlara bunu çatdıra bilmərsən ki, bu 300 manata bu nədir? Mən adi bir şey deyim. 107 manata mən tibon satırdım, premium tibon. Məni bir gün çağırdı müştəri.
o belə, başımda dönüm. Bu 7 manata mən 10 kilo ət alaram. Dedim, başımda dönüm al da, nə deyim sənə? Deyirəm, bu bəs tibondur. Nə də, bu deyir, T hərfidir də, turaldır bu. Bildiyim məndən məzələndi də stolda, başa düşdüm. Mən də burada ekskluziv şey belə tullan geyirəm ki, fiyoda mən indi tərifləyəcəklər. Elə bir ki, gəldim stola, mənə elə bir ki, çatlatdı ortadan. Qayıtdım kuxnaya belə, dedim, qardaş, tibonu stop çıxardıram menyudan. Yəni, bunlar çatmır. Yəni, bu böyük bir problemdir. Və inanıram ki, bu verilişdən sonra sizə də danışmağa qoymuram. Mən gəlmişəm. Rahat elə əsassız danışmışam. Yəni inanıram ki, bu verilişdən sonra ümumiyyətlə mən izləyirəm sizin verilişləri və məsləhət görürəm izləsinlər. Çünki burada ciddidən ən böyük problemlər. Çox insan bunu bəlkə zarafat kimi qəbul edir. Xeyr, bu zarafat deyil. Yəni demək istəyirəm ki, bu tam ciddi bir verilişdir. Bunu çəkmək səbəbi də, yəni mən izlədiyimə görə burdakı bütün restoranda olan problemləri danışırlar. Yəni hər bir xırdalıq və sahibkarlardan da xahişim odur ki, bunu görürsünüzsə nə olar, elan paylaşmayın, 600 manata aşpaz. 600 manata aşpaz yoxdur. 600 manatlıq aşpaz sizin işinizi qaldırmayacaq. Sizin işinizi daha da aşağı düşürəcək. Çox üzr istəyirəm, onun adı var da, aşpaz köməkçisi. Elan olaraq elə paylaşılmır. Yəni də o əslində nüansları vurğulasanız daha yaxşıdır. Paylaşılan elanda da aşpaz köməkçisi axtarım 600 manata yazırlar. O aşpaz köməkçisinin elə tələblər qoyurlar ki, başa düşürsən, gəl onu bişir, bunu elə, onu elə. O zaten aşpaz köməkçisidir. Adamın biliyi qısıtlıdır deyə köməkçi işinə gedir. Ondan aşpaz performansı gözləyirlər və bu da problemlər yaradır və sabah deyək ki, bu bacarmır, getsin, başqası gəlsin. Bəli. Bir dənə qruplardan var, danışdınız. Qrupda elan paylaşırlar. Bunun saatı neçə olmalıdır ki, saat pula bir də elan paylaşdırır, tutaq ki, saat 11-də. Bütün qruplarda, aşpaz qruplarında belə bir şey var da. 11 sondan 23:00, 23:01-də уже elan paylaşılmasın. Biri bir qələt edir, bir dənə elan paylaşır. Təcilidir. Yazır ki, sabaha filan yerə aşpaz lazımdır. 45 dəqiqə qaqaşla söhbət gedir. Buradan prosta bunu səsləndirim, bir problemi də gündəmə gətirim ki, 23:00-dan sonra qruplara elan paylaşmayın. Bir də qruplarda, ümumiyyətlə aşpaz qruplarında necədir? Mən aşpaz qruplarına qoşuldum ki, bu bir ara işsiz olduğum müddətdə. Dedim ki, bəlkə bir iş çıxar qarşıma. Orada baxıram, bütün gün elanlara ofisiyant axtarılır. Ofisiyant. Özünə baxımlı. Qardaş, ofisiyant özünə baxımlı. Qardaş, sən ofisiyant yaş həddi qoyurlar elə 21, 29. Yəni doğrudan da bu nə düşüncədir? Ofisiyant, birinci ofisiyant deyə bir şey yoxdur. Mən bilmirəm. Yəni restoranlarda ofisiyantdır. O elə sayılır. Yoxsa təzə çıxıb masadar. Masadar. Yəni bu Azərbaycan sözləri də masadar. Təzəcə öyrənmişik. Yəni ümumiyyətlə bəs öyrənməkdən utanmaq lazım deyil. Bizim ən böyük problemimiz odur. Yəni ki biz öyrənməkdən utanırıq. Masadar, yəni çox da gözəl bir sözdür masadar. Masadar. Qarson bura. Bizim Azərbaycanda elə bir qarson. Yəni ofisiyant. Xahiş edirəm. Ya masadar yazın, ya qarson yazın. Bu ofisiyantlardan əl çəkin də. Freddy, bir sual vermək istəyirəm. 2 sual verin, buyurun. Stresli iş zamanı necə soyuqqanlı olursan? Stresli iş zamanı Zafara bax. Bunu belə denəndə. Zafara bax. Zafara vaxtı bilirsən necədir? Ya olub ki, məsəl üçün kimsə başına krevetka da vurmuşam. Yəni çünki mən bundan istəmişəm klyarda krevetka, quyruğu klyar olub, krevetkaya baxmışam ki, qızarıb. Yəni elə bir şey gətirib çıxardım qabağıma, baxmışam belə. Yəni bu o nüansda olub. Yəni mən məsəl üçün əsəb stressində. Amma çalışdığım qədər, yəni bu insanları qınamaq lazım deyil, işçini. Çünki bu müştəri gəlir. Mən keçmiş işlədiyim iş yerimdə bizdə iş necə idi? İş başlayır saat 7-də, müştəri girir 7-də və eyni anda girir. 220 nəfər tutun və bir dənə də predzakaz yoxdur. Gəlir oturur və ondan qabaqda məsəl üçün də hosteslər əlaqə saxlayır ki, bəy və ya xanım, bizdə bu gün 220 nəfər var, siz bizə predzakaz verə bilərsiniz. Biz sizin heç olmasa soyuq qəlyanaltınızdan salatınızı verək ki, sizdə yuvanma olmasın. Narahat olmayın, biz gözləyəcəyik. Bu sözü deyir, hostesə deyirəm, var predzakaz, yox, müştəri bunu dedi. Və gəlir oturur və bax, bunu demək istəyirəm ki, yəni sifariş çıxdısa Sezar salat. Yəni bu o demək deyil, Sezar salat çıxan kimi sənə veriləcək. Bu belə bir şey yoxdur. Hər salatın çıxma vaxtı, hər yeməyin çıxma vaxtı var. Və ən əsası, yəqin siz şeflər də elə işləyirsiniz, çəklə işləyirsiniz. Düzdür? Eynən də yəni. Bəli, masa çəklərlə işləyir. Bizdə bilsin necədir? Bizdə bir predzakaz anlayışı yoxdur. 2 biz fiks işləməyə bacarmırıq. Niyə? Misal üçün özəl günlərdə fiks menü yazırsınız da 100%. Azərbaycanda onun başqa variantı yoxdur. Yəni alakart işləmək səni çətinlik yaradacaq, gecikməyə düşərsən. Çünki eyni vaxtda sənin kuxnyada 100 dənə də aşpaz olsa, yəni 100 dənə də qaz olsa,
yenə də bütün zakazlar tutar ki, Sezar saatın çıxma vaxtı atıram 10 dəqiqədir. 6-7 dənə 3 dəqiqə, 4 dəqiqə ara məsafəsindən çıxan çək sən 10 dəqiqə zaten verə bilmirsən. Bizdə fiksi niyə işləyə bilmirik? Fix menyu tərtib edirsən, A menyusu, B menyusu deyək ki, amma qonaqların gəliş saatlarını saymır, hesaba qatmırsan. Məsələn, qonağın biri gəlir 6-da, biri gəlir 7-də, biri gəlir 8-də, biri gəlir 7-nin yarısı, biri gəlir 8-in yarısı. Sən uje fiksdən çıxmış olursan. Bir masa A, B-si bir vaxtda çıxır, bir masa 7-də, bir masa bu nə olur? Ümumi işin strukturunu darmadağın edir. Fix menyunun işləmə metodu da mənə görə belə olmalıdır ki, eyni saatda qonaq qəbul edirsən, hər kəsi, eyni saatda masaya soyuqları göndərirsən, məzələri göndərirsən və eyni masalara da eyni vaxt ərzində də istəyimləri buraxsan və hamı xoşbəxt olur. Çünki sən fiksə bir mezanplast hazırlıq görürsən, hər şeyin hazır olsa sifariş gözləyirsən. Freddy, səncə Business Lunch restorana xeyirdir? Business Lunch restorana xeyirdirmi? Xeyir deyil. Çünki Business Lunch deyəndə nə nəzərdə tutulur? Məsəl üçün ofis işçiləri gəlir, oturdu, yedi, getdi. Yəni 1 saat ərzində. Yəni sən Business Lunch yazanda normalda sən ondan xeyir götürməlisən. Burada da həmən söhbəti gəlir çıxır. Sənin çek kartan olmalıdır, kalkulyasiyan olmalıdır. Yəni sən burada qiymət çıxartmalısan. Yəni bizdə Business Lunch qiymətləri neçədir? 10 manat, 12 manat. Yəni burada sıfır xeyir var. Bu sadəcə restoranı doldurmaq üçün bir Günorta boş qalmaz. Bəli, günorta boş qalmasın. Yəni sən 25 manata Business Lunch qoy. Kim gəlib o Business Lunch yeyəcək? Fikirləşirsən hansısa bank işçisi gəlsin, otursun 25 manatlıq ya və yaxud 35 manatlıq Business Lunch yesin. Amma restoran var idi, iftar menüsü verir 90 manata və restoranda O iftar menüsü bəllidir, amma Yox, Business ümumiyyətlə Lunch də o da məsələsi bir, var ki, yəni adam hər gün yeməyə gəlir də, yəni adam hər gün işdən gəlir yeməyə. Yəni gün ərzində 25 manat ödəyə bilməz də. Dəyişə bilər də. Yəni bir dəfə dəyişə bilər, 2 dəfə dəyişə bilər, amma hər dəfə eyni 25 manat verib yeyə bilməz də. Adam bankada yemək gətirər də evdə. Ən maraqlısı odur. Ən qəşəng odur. Bəli, bankada Məncə yemək. xeyri yoxdur. Yəni sıfır xeyir. Sənin həm işin çıxır, həm qazın gedir, həm işığın gedir. Yəni həm produktun gedir. Sadəcə dəyişən nədir? Qramajını azaldırsan, amma yəni oradan xeyir qazanmırsan. Çünki sən 10 manata 4 dənə yemək verirsən və suyunu verirsən, içməyini verirsən və axırda sən məcbursan ki, ona hansısa bir xırda bir kompliment şirniyyat da göndərəsən və çay da verəsən. Bunlar məncə burada mən xeyir görmürəm. Mən belə düşünürəm. Belə deyim də, bizdə Business Lunch anlayışı əslində nədir? Restoranda müəyyən məhsullar var, hansı ki bizdə o məhsullar menyu üçün deyil. Yəni menyudan hazırlanan məhsullardan artıq deməyim, belə deyil də, itkiyə getməsin. Həmin o məhsullardan yemək hazırlayıb. Business Lunch alverləri öləcək ha bundan sonra. Ya ölməz. Azərbaycanda elə işləyən Business Lunch ucuzu deyil. Bəli. Həmin o məhsullardan müəyyən bir yemək ortaya çıxardıb, ucuz, fast, sürətli masaya servis olunması üçün. Amma bu da Azərbaycanda yəni elə bir restoran yoxdur ki, elə bir dövriyə eləyəsin ki, və o dövriyyədən qalan məhsullardan sabah sən 200 nəfərə, 100 nəfərə yeməyə çıxarsan. Sən məcbursan ki, hazırlayasan əldə olan sveç produktlardan. Və bir çox adam bunu bilmir. Sadəcə restoran dolsun deyə. Mən məsələn restoran tanıyıram ki, bu gün belə adamlar bilmir də, yəni işləyirlər, ay sonu xeyir yoxdur. Günə 400 nəfər adama qonaq gəlir, amma xeyir yoxdur. Çünki struktur düz qurmayıblar. Yəni adamlar inanır ki, biznes lazım 300 nəfər adam gəlir, mən niyə qazanmıram? Sən o 300 nəfərə verdiyin şeylər, burada misal üçün pomidorun qiyməti bazarda 5 manat. Sən adama ən azından bir qramajda yemək qoymalısan. Az qoyursan da gəlmir. Çeşidi az qoyursan yenə gəlmirlər. Yəni 1-2 çeşid yemək verən biznesmenlər getmirlər. Adam gedir seçməli 3 növ, 4 növ yemək olmalıdır ki, seçə bilsin. Və bu da daimi şəkildə 3 növ, 4 növ yeməyi bu gün bunu, sabah o birisini, birisini yoxlamalıdır. Və ona görə də bu getmir. Business lunch bizdə, yəni bu business lunch sayılmır əslində. Business lunchda nədir? Sənin həftəlik bir menyun olmalıdır. Yəni çox restoranlara gedib bunu mən özüm şəxsən yoxlamışam. Getmişəm, menyunu açmışam, business lunch menüsü veriblər mənə. Tutaq ki, kotlet falan filan bu. Deyib ki, yox, bizdə bu gün bu deyil. Bizdə bu gün tutaq ki, kartoşka ilə ciyərdir və yaxud onunla budur. Çünki özləri də başa düşürlər, bu ona sərf eləmir. Həmən sən gəlib oturandan sonra sənə başqa yeməklər təklif edir. Ya personaldan, məsəl üçün istifadə olunan məhsullardır, yəni onlardan istifadə edilir və yaxud da nəsə. Yəni standart biznes lunchda necə olmalıdır? Menyu yazılır və sən həftəlik o menyu ilə getməlisən. İtkin oldu, olmadı. Bir dənə də şey nəzərinizə çatdırım. Mən adını çəkmək istəmirəm. Bir restoran var, orada məsəl üçün biznes lunchın qiyməti 25 manatdır. Amma doğrudan da o pulu ona verməyə dəyər. Var, mən də bilirəm.
doğrudan da pul ona verməyə deyil. Çünki səni doğrudan da şad eləyir o biznes planı. Amma yenə deyirəm, ora bank işçisi və yaxud da ofis işçisi gedib onu yeməz. Çünki zaten onlara verilən bir qonorar da o qonorar deyil ki, bu insanlar keçsinlər günləri Amma bunu əslində qonaq da belə fikirləşmir. Qonaq da fikirləşir ki, yəni biznes planında nə verirlər? Tutaq ki, 100 qram çoban salatı verirlər, 200 qram suf verirlər, bir dənə kotlet və yaxud greska, ucuz başa gələn yeməklər verirlər. Sən 25 manat qoyanda adam deyir 25 manat nədir ki burada? Bir misal çəkək, Tibona 107 manat 10 kilo ət verir. Məntiq olaraq reallıq odur ki, adam 10 kilo ət ala bilər. Amma 10 kilo ət Tibon deyil də. Yəni bu ayrı-ayrı bir şeylərdir. 10 kilo əti yemək istəyən adam 100% alır, gedir, bir dənə dağda kababını çəkir, yeyir. Yəni tamam başqa-başqa şeylər. Sən restorana gəlmirsən ki, 10 kilo ətin pulunu nisbət götürəsən. Sən restorana gəlsən, xidmət görəsən və o xidmət də səni əslində şad edir. Yəni nə yemək dadı Azərbaycanda da klassikləşmiş bir menyu standartı vardı. Yəni nə yazırsansa yaz müəyyən şeylər işləyir. Nə edirsən, nə kabab satırsan, evdə də kabab çəkə bilirik. Yəni nə qədər edirsən, yenə kabab satırsan, çünki ağız dadı dəyişilmir. Sən ora kabab yeməyə getmirsən, sonra bir xidmət var, xidmət üçün gedirsən və o xidmət səni rahatsız alır. Yəni sən o pulu əylənməyə verirsən də, hətta kəm yeməyə vermirsən də. Sənin sözünə razıyam. Mən biraz dəyişiklik eləmək istədim. Dedim ki, mən menyunu dəyişəcəm, maraqlı bir şeylər qatacağam. Menyuya yazdım krevetka dolması bisk sosla. Yəni bunun hazırlanması da bilirsiniz də, krevetka qabığı falan filan əziyyətli bir şeydir. Zaten dolma özü bir əziyyətli bir şeydir. Modern podaça ilə mən bunu bisk sosla podaça eləyəcəm. Təsəvvür edin ki, mən onu menyuya qoydum. Bir dəfə müştəri yedi. Bircə dəfə. O da Azərbaycanlı deyildi. O da gəlmişdi. Yəni Rusiyadan paputi gəldi. Bəli. Buradan papçı şeflərə salam. Salam olsun. Gəldi, oturdu. Yedi o eti ideallar tuda iş yok. Yəni ondan yana o menyu 3 kilo hazırlığı yetmişdi. O da hələ də qalıb inancsız bəlkə də restoran. Mən indi sənə bir dənə sual vermək istəyirəm. Buyur. Sənin yaralı yerinə toxunacağam. Sən bir ara videolar çəkirdin. Mətbəxlə bağlı, yeməklərlə bağlı. Nə oldu axırı? Axırı bilsiz nə oldu? Təsəvvür edirsən ki, işləyirsən. 2-də gedirsən, 11-də çıxırsan, evə gəlib çatmağın, evdə gəldin, hazırlamağın. Mən gəlirdim evə, səhər saat 7-yə qədər həyat yoldaşım da mənə köməklik eləyirdi. Yəni bu tək adamlıq bir şey də deyil. Yəni zaten indi buradan görmürlər insanlar. Yəni arxa planda bizim o qədər Çox üzr istəyirəm. Bizim arxa backstage-imizdə çox böyük bir komanda var. Rejissorumuz Nərmin xanım var. SMM-imiz Fəridə xanım, Şuşa xanım, mənim həyat yoldaşım Mirlana xanım, Şamo sahib var bizim döyünən ürəyimiz, kameramanımız, operatorumuz, işığımız, Faiq Nağıyev var əsas rejissorlarımızdan. Yəni bu verilişin ərsəyə gəlməyində 10 nəfər insanın əməyi var. Yəni 10 nəfərdən də çox. Əmək deyəndə hamı öz işini görür deyil. Yəni burada həqiqətən gecə biz bütün verilişlərimizi saat 11-dən sonra çəkirik və bir verilişin hazırlanmasına saatlarla prosedur gedir, kəsirik, doğrayırıq, o olmadı, bu olsun, bu olmadı, bu olsun. Buradan əməyə keçən hər kəsin əllərinə sağlıq deyirəm. Əməyinizə sağlıq. Çox sağ olun. İnşallah ki, uğurlarımız daima bol olsun. Bir yerdə olaq, komanda kimi işləyək. Alqışlarınızı. Təşəkkürlər. Yəni bax bu komandanın bu çəkdiyi əziyyət. Yəni bu dəqiqə buna baxan insanlar bilməyəcək burada saat neçədir. Və inanın ki, çox gecdir. Yəni normal insan bu saatda yatmalıdır. Biz amma burada məsəl üçün nəsə bir ortaya bir şey çıxartmaq istəyirik. Yəni ki, sizə öyrətmək, sizdən bir şeylər öyrənmək. Yəni məndə də həmin bir şey oldu. Hazırlıqlar görürdüm. İnanın ki, səhər saat 7-yə qədər mən video çəkirdim. Sonra həyat yoldaşım bunu yığırdı. Bu mənim videomu çəkməkdən əlavə mən həm həyat yoldaşımı zibilə salmışdım. Bir arvad yəni belə zombi kimi olmuşdu. Məndən zəhləş gəlir ki, bəsdir, əl çək bundan. Və paylaşıram. İçimdə bir his var idi ki, gözlənti var. Mən bu bildim afişo. Mən bu video saat 5-dən sonra paylaşacağam. Bu videoya ən azı bir 20.000 prosmotr mənə dəyər verəcəklər. O Altıram özü mənə də deyirdilər. Hər bir söz deyir axı. TikToka atdan girmə qaqaş. Girsən düşəcəksən. Gözləyirdim 2 saat sonra o baxıram ki, məsəl üçün 70 prosmotr, 3 nəfər like, o da kimdir? Mənəm, həyat yoldaşımdır, bir də dostlarımdır. Sən başa düşdünüz? Yəni dedim düşmədim həvəsdən. Yenə çəkdim, alınmadı. İndi yenə başlamışam çəkilişlərə. İndi master klasslar falan veririk. Məsəl üçün Rusiyadan gələn qonaqlarımıza milli mətbəximizi tanıdırıq. İndi yavaş qalxır. Şükür Allah. İndi istəyirəm ki, daha çox üstündə işləyim, amma bu da biraz zaman alan bir şeydir. Yəni necə ki, sizin özünüz məndən yaxşı bilirsiniz, bu işin içindəsiniz. Azərbaycanda keyfiyyətli görülən işlər çox təəssüflər olsun ki,
o keyfiyyətin nəticəsi gəlib çıxmır. Yəni Azərbaycan trendi bu dəqiqə bütün sahələrdə də istəyir musiqi olsun, istəyir aktrisalıq, aktyorluq, kino. Girirsən, yəni həqiqətən keyfiyyətli işlər çox az rəğbət görür. İnsanlara biraz xaos lazımdır. İnsanlara biraz söz-söhbət, qalmaqalov, müəyyən verilişlər var hansı ki, sırf bunu gündəmdə saxlayırlar, ancaq o ona deyir, sən beləsən, o deyir, sən beləsən. Bir də bizim millətin sevdiyi bir şey var. Kimisə şəxsi həyatı. Mən bunu özüm yoxladım TikTokda. Mən əziyyət çəkdim, yatmadım bir həftədə, özüm zombilaşmışdım. Səhərsi gün həyat yoldaşımla nişan videomu atdım. Mən də elə ki orada güllü maykadayam, yəni daha doğrusu köynəkdəyəm belə. Oyandım, gördüm 130.000 prosmotr. Dedim, ay Allah, bu nədir? Və 400 dənə komment yazıb, bir nəfər normal bir şey yazmayıb. Normal yazıb, biri yazıb ki, sabahsın bu qaqaş, bu xanımı 11-ci mərtəbədən atacaq, deyəcək narkomandır. Biri yazıb ki, bu nə bilim nədir? Yəni, mən ondan qabaq çəkdiyim videolara dəyər verən yox idi. Bir dənə şəxsi həyatıma paylaşdım. Bütün Azərbaycanın yarısı baxdı, like elədi, komment yazdı. Deyəndirəm, yəni niyə axı bu? Yəni mən əziyyət çəkirəm, əziyyət çəkirik. Heç olmasa bu əziyyətin zəhmətini, bəhrəsini görmək istəyirik. Bu bir sosial mesajdır əslində. Axırda əziyyətimizə dəyənli. Ağlayan yerdə bir dənə zəhmət olmasa onu da. Həyat yoldaşına demişkən, həyat yoldaşının çəkdiyi əziyyətlərə görə ona yemək hazırlayırsan evdə. Oy, bu sual. Belə suallar. Şeflər evdə yemək hazırlayır. Mən bura. Qəşəng. Mən hazırlayıram. Yemək hazırlayıram. Yox, hazırlamıram. Yalan deməyəcəm. Yəni mən ailə qurduğumdan bu yana, yəni makaron, kartoşka yeyirəm. Yəni doğrudan həyat yoldaşım yemək hazırlamağı bacarmır. Amma o qədər gözəl makaron bişirir. Yəni al dente, bildiyin al dente. Yəni mən bir şefbor olaraq istilərimdən ala bilmədiyim al denteni həyat yoldaşım mənə hazırlayır verir. Qatıqla yola veririk də belə. Ən çox da sağ olsun qaynanam yaxındır bizə. Yəni demək olar ki, hə o gətirir də. O mənə biz elə ki bir 10 kilo arıqlayardıq da. Ya alınmır da. Mən işimi evə soxa bilmirəm. Ya bu mənim özümə asılı olan bir şey deyil. Əslində mövzu belə bir şey də var da. Mən də işdən evə gedirəm. Həqiqətən yemək yeməyə məndə iştah olmur. Yəni ya voltdan zakaz edirəm, evdə yemək olsa belə, ya kalbasa, çörək, pendir. Yəni həqiqətən şeflər hamı elə fikirləşir ki, yəni o dəfə də mövzu toxunub bir də üstünə basmaq istəyirəm də. Yəni şeflər həqiqətən güllü gülistanlıq içində deyillər. Şeflər hər gün burada istədiyi kimi bişirib yemir. Şeflər gün olur ki, yəni mən gün olub ki, 2 gün üçün mən yemək yeməmişəm və yemək yemədiyimi xatırlamamışam da. Aldım ki, 3 gün mən çörək yemirəm. Niyə? Çünki hər yeməyin biraz dadına baxmaq məcburiyyətim var. Yeməyin dadına baxırsan, onun qoxusu tutur, işin stresi. Gedirsən və yatırsan, səhər yenə təkrarlanır. Həyatımız işdən ibarətdir də bizim. O da 12 saat işlədiyimizə görə. 12 saat? Üzr istəyirəm. 15. Mən ümumiyyətlə icazə verərsiniz sizin ikimizə bir sual verim. Bəli, buyur, təbii ki. Bəli. Bu sənətə gəldiyinizə görə peşmansınız ümumiyyətlə. Mən getdim. Yox, səncə əslində mükəmməl bir sənətdir. Yəni bax, ilk dəfə formanı geyinəndə o içimdə bir hiss var idi. Yəni qürur duyurdum özümə ki, mən bir sənətin parçasıyam da həqiqətən. Vaxt keçir aşpaz olsun, aşpazlıqdan aldığım həzzi şefidən ala bilməmişəm, yalan deməyim. Yəni o bişirmənin verdiyi həzz, o belə deyək də, o məni tatmin edirdi, amma hal-hazırda şefəm və komanda ilə işləyirəm. Təbii ki, bunun da özünə görə həm lüks yanlar var, həm həzz verən yanlar var, amma təəssüflər olsun ki, Azərbaycanda şefin həzz ala biləcəyi 10-12 restoran sayıram ki, yəni orada işdən həzz alarsan. Şef orada şef kimi işləyir. Amma Azərbaycanda belə bir şey var da, gedirsən iş danışmağa, deyir ki, qaqa, mənə əli cibində şef lazım deyil. Şef əli cibində deyil də, yəni şefin işi əli cibində saxlayıb deyil. Şef nəzarətçidir, şef orkestra şefidir. Biz bir orkestranı idarə edirik əslində. Siz sadəcə bunun fərqində deyilsiniz. Biz görürük detalları, siz görmürsünüz. Bu da bir sistem idi. Eynən. Xoş bir musiqi dinləmək üçün şef lazımdır. Bəli, siz yaxşı musiqisiniz. Qəşəng. Duraqsa gedin. Duraq gedin. Musiqi zəhmət. Canımsan. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. Təbriklər. Kəsim. Kəs getsin. Gəl vuraq yeyək. Sən elə bir şeydir. Elə bir rumkadır. Rumka. Bayağı dayan da bir şey qoyaq. Elə bir rumkadır. Elə bir qoyaqdı bax. Getdik. Davay, təbrik edirəm səni. Yemədə dayan. Dedi, çox sağ ol. Ən xoş günü gəldin. Bizlə keçirdin. Bir daha sənin yeni yaşında uğurlar arzulayırıq.
Yaxşı olar inşallah. İnşallah. Çox Mən sağ də ol. sizə çox sağ ol deyirəm. Sizə inşallah ki, gələn ili sizin ad gününüzdür. Masa arxasının ad gününü burada qeyd edək. İnşallah. İnşallah, təşəkkür edirəm. Belə balaca tort yoxdur. Orada inanıram ki, böyük tort Yəni bu olacaq. boyda. Çünki komandamız böyüyəcək. Yəni bu işlərin arxasında yenə deyirəm, böyük komanda dayanır. Sağ olun uşaqlar. Hamınıza əziyyətiniz yerdə qalmayacaq mən inanıram. Çünki çox gözəl bir proyektdir. Uğurlar arzu edirəm Çox sizə. sağ ol, təşəkkür Davam edirəm. eləyin, əl çəkməyin. Yəni pəs eləməyin. İnşallah. Gedin axıracan. Paputi powerları yığın bura. Apıtıpovlar yığırıq. Çox sağ olun. Siz masa arxasına baxdınız. Sağ olun. Sağ olun. Belə restoranlardan danışmışkən istəyirəm sizə bizim sponsorumuz Globus haqqında qısa bir məlumat verim. Klopos kafe və restoran biznesləri üçün nəzərdə tutulmuş bulud əsaslı POS sistemidir. Hazırda ölkəmizdəki 1600-dən çox restoran və kafe rahatlığına görə Kloposdan istifadə edir. Yalnız bizim ölkəmizdə deyil, Özbəkistan və Türkiyədə kifayət qədər aktiv müştəriləri mövcuddur. Sifarişləri izləməkdən tutmuş, ambar və maliyyəni idarə etməyə qədər bütün lazım funksiyalallıqları Kloposda tapa bilərsiniz. Son olaraq da onu demək istəyirəm ki, bizim izləyicilərimizdən Klopusa qoşulmaq istəyən hər kəs bizim adımızdan gedərsə 10% endirim qazanacaq. Sağ olun, təşəkkürlər.